Salam uşaqlar, bugün sizlə ümumi sınaq 2-yə baxacağıq. Deməli, bu sınaq yaxşı olar ki, ilk olaraq yenə özünüz işləyin, daha sonra izahına baxın. Bizə deyir ki, birinci sualımız çevrə sualıdır. Çevrədə AB toxunanda bucaq C 100 dərəcədir və ABC bucağının 45 dərəcə olduğunu verir, C də görsün istəyir. Bizə verilmiş bucaq C daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq olduğuna görə bu 100-dürsə, söykəndiyi göz olacaq 200. Bu 200 dərəcə. Daha sonra baxırıq ki, bir dəqiqə. Demək, bura oldu 200. Daha sonra baxırıq ki, bu toxunan, bu da vətər. BC vətəri və AB toxunanı. Bunlar arasında qalan bucaq 45 dərəcədirsə, söykəndiyi göz 90 dərəcədir. Çevri ümumilikdə 360 dərəcədir. 360-dırsa, 290-ı buradadırsa, bura qalacaq 70 dərəcə. Bu da olacaq hansı variant? C variant. Daha sonra baxırıq ikinci sual. İkinci sualda bizə deyir ki, tənliklər sisteminin sonsuz sayda həlli var. Tənliklər sisteminin sonsuz sayda həlli olması üçün, bir də C səhv etmirəmsə, tənliklər sisteminin sonsuz sayda həlli olması üçün bütün əmsallar nisbəti bir-birinə bərabər olmalıdır. Yəni, A çıxılsın 2-nin 2-yə nisbəti, X-in əmsalı A çıxılsın 2-dir. Daha sonra Y-in əmsalı 3-ün A toplansın 3-ə nisbəti bərabərdir cavabların nisbəti, yəni 6-da 5-ə. Onda yazırıq ki, A çıxılsın 2 bölünsün 2 bərabərdir 6-da 5-ə. Çarpaz vururuq, 2-ni 5-ə vururuq 10 bərabərdir 6-nı vururuq A çıxılsın 2-yə. Onda yazırıq 10 bərabərdir. 6-nı A-ya vuranda 6A çıxılsın, 6-nı 2-yə vuranda çıxılsın 12. Bu mənfi 12-dir. Keçir digər tərəfə müsbət 12. 22 bərabərdir 6A-ya. 6A bərabərdir 22-dirsə, A da bərabərdir 22 bölünsün 6-ya. Bu A-nın bir qiymətidir. Daha sonra digər tənliyi həll edirik. Yəni ki, bu dəfə bu ikisini birləşdirib tapacağıq A-nı. 3 bölünsün A toplansın 3 bərabərdir 6-da 5-ə. Çarpaz vuruq 6-nı 3-ə vuranda 18 bərabərdir 5 vurulsun A toplansın 3. Onda 5-ə A-ya vururuq 5A üstə gəlsin 15 bərabərdir 18-ə. 5A bərabərdir. Deməli 18-dən 15 çıxırıq 3. A da bərabərdir 5-də 3-ə. Baxırıq ki, A birində 5-də 3-dür, birində 6-da 22-dir. Yəni 3 tam 6-da 4-dür. A-lar fərqli-fərqli qiymətlərdir, amma eyni olmalıydı. Ona görə heç bir qiymətində. Ona cavabımız Y variantı. Üçüncü sualda deyir ki, kəsrin məxrəcini irrasionallıqdan azad edir. Məxrəci irrasionallıqdan azad eləmək üçün qoşmasına vururuq. Qoşmasına. Və biz dedik ki, A toplansın B-nin qoşması nə olacaq? A çıxılsın B. Bizə deməli, kəsir verilib ki, kök altında 6 bölünsün, kök altında 3 toplanılsın 2. Bu A topla B-dir. Qoşmasına vururuq, yəni A çıxılsın B-yə. Kəsirin məxrəci nəyə vururuqsa, sürətində həmin ədədə vuracaq. Yazırıq, kökdə 3 çıxılsın 2. Bərabər. Bunları bir-birinə vurduqda A topla B vurulsun, A çıxılsın B. Baxın, bu A'dır, bu B'dir. A topla B vurulsun, A çıxılsın B. Bir dəfə toplanması, bir dəfə çıxılması bizə A kvadrat çıxılsın, B kvadratın düsturunu verir. Kökdə 3-ün kvadratı 3, 2-nin kvadratı 4. 3 çıxılsın 4. Bölünsün. Kökdə 6-nı kökdə 3-ə vuranda. Kökdə 18. Kökdə 6-nı 2-yə vuranda 2 kökdə 6. Bərabərdir. Onda yazırıq, kökdə 18-i parçalıb yazırıq ki, kök 9 vurulsun 2 şəklində. 9-dan kök çıxır 3 kökdə 2, çıxılsın 2 kökdə 6. Bölünsün mənfi 1. Bərabərdir. Mənfiyə böldükdə nə edəcək? İşarə dəyişir. 2 kökdə 6 çıxılsın 3 kökdə 2. Yəni hansı variant olacaq? A variantı doğrudur. Keçirik 4-cü suala. Deyir ki, bir nöqtədən 12 şüa çəkilmişdir və yarım müstəvidə qalan bucaqların sayını istəyir. Yarım müstəvidə deyəndə buradakı bucaqların sayını istəyir. Biz buna aid misal topluda işləmişik. Orada sadəcə bir fərqi var idi ki, 180-dən kiçik deyildi. Yenə də şüa sayını tapmaq üçün parça sayının tapılma düsturuna istifadə edəcəyik. N vurulsun, N çıxılsın 1, bölünsün 2. Bu da nəyə bərabərdir? 12 vurulsun, 12-dən 1 çıxırıq 11, bölünsün 2. Yəni ki, 12-dən 2 ixtisar gedir 6, 6-ya 11-ə vuranda 66. Y variantı. Əgər 180-dən kiçik istəsəydi, 66-dan birini çıxardıq. 5-ci suala baxırıq. 5-ci sualda bizə deyir ki, 4x toplansın 11, bölünsün 3 çıxılsın kökdə 11. Bizə nə deyir? 0-dan böyükdür. Deyir, bu bərabərsizliyi həll edin. 3 çıxılsın kökdə 11 ifadəsinin qiyməti. Bu tip ifadələr bizə nəyə görə verilir? İşarəni təyin etmək üçün verilir sadəcə. 3 çıxılsın kökdə 11 yazıramsa, gəlin belə eləyək.
3'ü kvadrata yüksəldək kökdə 9 eləyir. Kökdə 9-dan kökdə 11 çıxanda təbii ki, mənfi qiymət eləyəcək. Çünki kiçik ədəddən böyük ədəd çıxır. Bu mənfidir. Nəyi mənfiyə böləndə müsbət eləyir? Mənfini. Onda yazıram 4x toplansın 11 kiçikdir. Deməli, 0-dan. Çünki bu da mənfi olmalıdır ki, mənfiyə böləndə 0-dan böyük eləsin, müsbət eləsin. Onda 4x kiçikdir. Bu müsbət 11 keçir digər tərəfə mənfi 11. X da kiçikdir. Mənfi 11 bölünsün 4-də. Yəni, x kiçik olacaq. Mənfi 2 tam 4-də, deməli 3-dən. Mənfi 2 tam 4-də 3-dən kiçik ədədlər hansı tərəfdən başlayır? Mənfi sonsuzluqdan, yəni B variantı. Mənfi sonsuzluqdan mənfi 2 tam 4-də 3-ə. Keçirik, deməli, 6-cı sual. 6-cı sualda bizə deyir ki, funksiyanın təpə nöqtəsinin koordinatlarını tapın. Funksiyanın təpə nöqtəsi bizə vermiş funksiya kvadratik funksiyadır və hansı şəkildədir? Y bərabərdir, A vurulsun x çıxılsın m-in kvadratı üstə gəlsin n. Burada m və n təpə nöqtələrdir. M nədir? 1, n nədir? 7. Olacaq 1, 7. Hansı variantdır? A variantı. Keçirik 7-ci suala. 7-ci sualda bizə nə deyir? İfadənin qiymətini hesablayın deyir. İfadənin qiymətini hesablamaq üçün nə edəcək? Kök altına 16 4-cü dərəcədən çıxacaq 2. Üstə gəlinsin. Burada mənfi 2 çıxır. Mənfi 2 bölünsün. Mənfi 2. Üstə gəlsin. 2 üstü mənfi 1. Üstündə mənfi 1 olanda, üstdə mənfi 1 olanda o 1 bölünsün. 2 üstü 1 şəklindədir. 1 bölünsün 2 üstü 1-də 2-də 1 eləyəcək. Çıxılsın 0,5. 0,5-in özü də 2-də 1 deməkdir. Vurulsun 6-cı dərəcədən 64, o da eləyəcək 2. Çünki 2-ni 6 dəfə öz-özünə vurduqda 2 üstü 6 bizə 64 verir. Bunları hesabladıqda mənfi 2 mənfi 2-yə böləndə müsbət 1, 2 üstə gəlsin 1, bu müsbət, bu mənfi getdi. Yəni 3 vurulsun 2 qalır. 2 üstə gəlsin 1, vurulsun 2. Bizə verəcək nəyi? 6. Hansı variantdır? B variantı. Keçdik digərinə. Bizə deyir ki, bərabər tərəfli 3 bucağın daxilinə çəkilmiş çevrənin radiusu 8 cm-dir. Əgər bərabər tərəfli 3 bucağın daxilinə çəkilmiş çevrənin radiusu 8-dirsə, yəni ki, kiçik yeri bizə nə qədər verib? 8 verib və 3 bucağın sahəsini istəyir. Bərabər tərəfli 3 bucaqda kiçik yerlə bağlı sahə düsturu 3r kvadrat kökdə 3 olur. Bunu da hesablayanda 3 vurulsun 8-in kvadratı kökdə 3. 8-in kvadratı 64, 64 vurur 3, 192 kökdə 3. Yəni, Y variantı doğrudur. Keçirik 9-cu suala. 9-cu sualda bizə deyir ki, x vurulsun y nəyə bərabərdir? X vurulsun y çıxılsın 20, 22-yə bərabərdir. Onda x, y bu mənfi 20-dir. Keçir digər tərəfə müsbət 20 olur. Yazırıq x, y bərabərdir. 22 ilə 20-ni toplayırıq 42. Variantlara baxsaq, hər birinin cavabı 42 eləyəcək. Sadəcə B variantı mənfi 42 eləyir, onu silirik. Bizə burada bir şərt deyir ki, x ilə y bir rəqəmlidir. X ilə y bir rəqəmlidirsə, hasili 42 eləyən rəqəmlər seçəcəyik. O da hansılarda? 6 ilə 7. C variantı doğrudur. 14 ilə 3-ü seçmirəm, çünki 14 2 rəqəmli ədəddir. 10-cu sualda bizə deyir ki, iki oyun zəri eyni anda atılır. Əgər söhbət 2 oyun zərindən gedirsə, deməli 6 üstü 2 hal var ümumi, yəni 36 hal var. Əgər 3 zər olsaydı 6 üstü 3, yəni 216 olardı. 1 oyun zəri olsaydı 6 üstü 1, yəni 6 olardı. İndi 2 oyun zəri atılır, deməli 36 dənə ümumi hal var. Cəmi 7-dən kiçik olmaz. Ola bilər ki, 1 düşsün. Ola bilər ki, birinci 1 düşsün, ikinciyə 2 düşsün. Ola bilər 1 3 düşsün, 1 4 düşsün, 1 5 düşsün. 1 6 yaza bilmirəm, çünki deyir cəmi 7-dən kiçik olsun. Sonra yazıram. Ola bilər 2 1 düşsün. Ola bilər 2 2 düşsün, 2 3 düşsün, 2 4 düşsün, 2 5 yaza bilmərəm, cəmi 7 eləyir. 7-dən kiçik olmalıdır. Ola bilər ki, 3 1 düşsün. Ola bilər 3 2 düşsün. Ola bilər 3 3 düşsün. Ola bilər 3 4 yazmırıq. Sonra keçirik nəyə? Sonra yazırıq ki, ola bilər ki, 4 1 düşsün. Sonra ola bilər ki, 4 2 düşsün. Ola bilər ki, 4 3 yaza bilmərəm, çünki cəmi 7 eləyir. Ola bilər ki, 5 1 düşsün. Ümumi hesabladıqda 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 15 dənə hal var. Deməli, məxrəcdə yazırıq 36, sürətdə yazırıq 15. İxtisar edirik, qalacaq, deməli, 12-də 5-ə bərabərdir. Hansı variantı olur? C variantı doğrudur. Daha sonra keçirik
11-ci sual. Bizə deyir ki, hansı çoxhədli deyil? Çoxhədli olmaması üçün deməli, ümumən çoxhədli nədir? Ayrı-ayrı bir hədlərdən ibarət olmalıdır. Həm də biz ayrı-ayrı bir hədlərin cəbri cəmidir çoxhədli, yəni toplanılması, çıxılması. Eyni zamanda hər bir hədli, məsələn, adi 3A-nın özü belə ayrıqda bir çoxhədlidir. Həm bir hədli, həm çoxhədlidir. İndi bizə deyir ki, çoxhədli deyil. Çoxhədli olmaması üçün bir hədli olmamalıdır. Bu da hansı variantdır? C variantı. Nəyə görə? Məxrəcində dəyişən olanda biz demişik ki, bir hədli deyil. Bir hədli deyilsə çox hədli də ola bilməz. Məsələn, dəyişənin üzərində mənfi ədəd varsa, 7A üstü mənfi 2 olsaydı, 7A üstündə 1,2 olsaydı və 7A üstündə kökdə 3 olsaydı, tutaq ki, belə bir şeylər olsaydı və məxrəcində dəyişən olarsa bir hədli deyil. Bir hədli deyilsə çox hədli də deyil. C variantı. 12-ci suala baxırıq. 12-ci sualda bizə nə istəyir? Deyir ki, n bölü k bölünsün m nisbətini tapın. Bu nisbəti tapmaq üçün nə edirik? 3m bərabər 4n bərabərdir 5k-dır. Üçlü tənasüb şəklində veriləndə əmsallara əkob tapırdıq. 3, 4, 5-ə əkob tapırıq. O da eləyəcək 60. M bərabərdir. 63-ə bölürük. Eləyəcək 20x. 60-ı 4-ə bölürük. N bərabərdir 15x. 60-ı 5-ə bölürük. K da bərabərdir 12x. Bunların hər birinin nisbəti deyir ki, n bölünsün k, 15x böl 12x böl 20x. O da hansı variantdır? C variantı. X-lar gedir. 13-cü sual. Bərabər tərəfi üçbucağın medianını 6 cm verir və bu üçbucağın perimetrini istəyir. Bərabər tərəfi üçbucağın medianı, tən böləni, hündürlüyü, üçü də bir-birinə bərabərdir. O da hansı düsturla tapılır? A kökdə 3 bölünsün 2. Deyir neçədir? 6-dır. Perimetri tapmaq üçün də gərək tərəfi biləsiniz. 3A düsturu ilə hesablanır. Yazıram ki, A kökdə 3 bölünsün 2 bərabərdir 6-ya. A kökdə 3 bərabərdir. 6-nı 2-yə vuranda 12. Daha sonra yazıram ki, A bərabərdir 12 bölünsün kökdə 3. 12-ni kökdə 3-ə böləndə, üzr istəyirəm. 12 bölünsün kökdə 3. Məxrəci irrasionallıqdan azad eləyəndə, deməli, sürət və məxrəcin qoşmasına vurur. Kökdə 3-ün qoşması ilə kökdə 3-dür. Kökdə 3-ü kökdə 3-ə vuranda eləyəcək 3, o da eləyir 12 kökdə 3. 10 kökdə 3-dən 3 ixtisar gedir, 4 kökdə 3. Perimetri də nəyə bərabər idi? 3A-ya. Perimetri 3A-ya bərabərdirsə, 4 kökdə 3-ü vururuq 3-ə. Deməli, 4 kökdə 3 vurulsun 3, o da 12 kökdə 3 eləyir. Hansı variantdır? A variantı. Bu getdi. 13-dən sonra gəlirik nəyə? 14-cü suala. 14-cü sualda bizə deyir ki, yalnız S çoxluğuna aid olan elementlər. Yalnız S çoxluğuna daxil olan elementlər F-lə L-dir. K həm A-ya, həm B-yə daxildir. Ona görə onu götürürük. Hansı variantdır? F-lə L, B variantı. 14-də götürürük nəyi? B variantı. Daha sonra keçirik 15-ci suala. Hansı sabit funksiya deyir? Sabit funksiya olması üçün y bərabərdir A şəklində olmalı. Yəni y bərabərdir hər hansısa bir ədəd. Hansı variantdır? C variantı. Keçirik 16-cı sual. 16-cı sualda bizə nə deyir? 16-cı sualda bizə deyir ki, BD-nin uzunluğunu tapın. Şuralar BD-nin uzunluğunu tapmaq üçün oxşarlıq qurun. Bizə bu bucaqların bərabər olduğunu tutaq ki, alfa, alfa. Biz bilirik ki, bunlar qarşılıqlı bucaqlardır. Bura betadırsa, burada betadır. Alfa, beta, buralarda qammadır. İndi baxırıq hansı hissəyə. Deyirik ki, nəyə görə qamma yazdım? Bir üst bucağın iki bucağı oxşardırsa, əgər iki üst bucağın iki bucağı oxşardırsa, alfa, beta, onda üçüncü bucaqlarda eynidir. İndi gəlin belə eləyək. Burada qammanın qarşısında nə durur? 3-ün. Burada qammanın qarşısında nə durur? 5-ə nisbət. Bərabərdir. Kiçik üst bucaqda alfanın qarşısında nə durur? 6-nın. Kiçik üst bucaqda, yəni burada 6-nın. Böyük üst bucaqda alfanın qarşısındakı CD-yə nisbət. Onda yazıram ki, CD bərabərdir. 5-6-ya vururuq 30. 30 bölünsün. Belə yazaq. Hətta 3CD bərabərdir 30-a. CD də bərabərdir 10-a. Amma bizdən CD-ni istəmir. Bizdən BD-ni istəyir. Biz CD-ni 10 tapdıq. Bura 10, bura 3. Cəmi eləyəcək 13. 16-cı sualımız. 17-ci sualda bizə nə deyir? Paralleloqramın daxili bucaqlarından biri o birindən 5 dəfə böyükdür. Paralleloqramın daxili bucaqlarının cəmi ümumən 180 dərəcə eləyir. Onda yazırıq ki, 17-ci sualda alfa üstə gəlsin 5 alfa bərabərdir 180 dərəcəyə.
6 alfa 180-dirsə, onda alfa nəyə bərabərdir? 30-a. Bizdən böyük bucağını istəyir. Dedik ki, biri alfadır, biri 5 alfadır. İndi biri alfa idi, biri də 5 alfadır. Bizdən böyük bucağı istədiyinə görə 5 vurulsun 30, o da eləyəcək 150 dərəcə. Hansı açıq sualdır? O da eləyəcək 150 dərəcə. Keçirik digərinə. 18-ci sual. 18-ci sualda nə deyir bizə? 13,2 vurulsun. 2,6 ilə 3,4-ü toplayanda bizə verəcək, deməli, 6 çıxılsın 0,25. 0,25 nə deməkdir? 4də 1, çünki %25 yazıram və 25-i ixtisar edirəm, 4də 1 qalır. 1 çıxılsın 20-də 19-u da 1-i 20-də 20 kimi yazmaq olar. Çıxırıq nəyi? 20-də 1-i. Daha doğrusu 20-də 19-u. Cavab nə olacaq? 20-də 1. 4də 1 bölünsün 20-də 1. 13,2-ni 6-ya vururuq. 13,2-ni 6-ya vuranda eləyəcək, deməli, 6-nı 2-yə vururuq. 12, 1 yadda, 6-nı 3-ə vururuq. 78, 1, 9. Deməli, 1 yadda 6, bu da eləyəcək 79, 10-2. 79, 10-2 çıxılsın. 4də 1-i 20-də 1-ə böləndə tərsinə vurur. 20-yə vurur. 20 ilə 4 ixtisar gedir 5. Bu da olacaq 74, 10-2. Bu bizim 18-ci sualın izahı. 19-cu sual. Deyir ki, tənliyin sonsuz sayda həlli var. Xətti tənliyin sonsuz sayda həlli olması üçün AX bərabərdir B şəklindədir xətti tənlik. A-sı da, B-si də 0-a bərabər olmalıdır. Yəni, həm X-in əmsalı, həm də alınan cavab 0 olmalıdır. X-i bir tərəfə yığıram. Yazıram AX. Bu, müsbət 2X-dir. Keçir digər tərəfə mənfi. Yazıram çıxılsın 2X bərabərdir. Bu, müsbət 7-dir. Keçir digər tərəfə mənfi 7 çıxılsın B-yə bərabərdir. X ortaq vuruq çıxartdım kənara. A çıxılsın 2 qalır burada. Bərabərdir. Mənfi 7 çıxılsın B-yə. Onda tapırıq ki, A çıxılsın 2 0 olmalıdır. X-in əmsalı A olur 2. Mənfi 7 çıxılsın B 0-dırsa, mənfi 7 bərabərdir. Bu, mənfi B keçir digər tərəfə müsbət B. Bizdən də cəmini istəyir. Mənfi 7 ilə 2-ni toplayanda eləyəcək mənfi 5. Böyükdən kiçik çıxıb, böyüyün modulca. Böyükdən kiçik çıxıb, böyüyün işarəsini qoyuruq. 20-ci sualda bizə nə istəyir? Kubun tam səthinin sahəsi. Tili 5-dir deyəndə tərəfin 5 olaraq qəbul eləyək. Kubun 6 üzü var və hər bir üzü kvadratdır. Bir üzünün sahəsi A kvadratıdırsa, tam üzünün sahəsi, tam səthinin sahəsi 6A kvadratdır. Hesabladıqda 6 vurulsun 5-in kvadratı. 5-in kvadratı 25, 25 6-ya vururuq 150. Bu da bir testimiz. Daha sonra baxırıq 21-ci suala. Deyir ki, daxili bucaq xarici bucağının 5 dəfə böyük olan, daxili bucağı xarici bucağının 5 dəfə böyük olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Gəlin belə, alfa üstə gəlsin 5 alfa, bir daxili bucaqla 4 dəfə deyir. Deməli, bir daxili bucaqla bir xarici bucağın cəmi, yəni qonşu bucaqların cəmi 180 dərəcədir. Onda yazırıq ki, 5 alfa bərabərdir 180 dərəcəyə, alfa da bərabərdir 180 bölünsün 5, eləyəcək 36 dərəcə. Bizə deyir, düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Gəlin belə eləyək, bu 36 xarici bucağıdır. Xarici bucaqda da 360 bölünsün n bərabərdir bir xarici bucağı verir, yəni 36-nı verir. Onda n-i tapırıq ki, n tərəf sayıdır. 360-ı 36-ya bölürük, 10, deməli, tərəf sayı 10-a bərabərdir. 22-ci sual bir düsturdur. Bizdən nə istəyir? YF-in tapılmağını istəyir. YF-i istəyirsə nə inir uşaqlar? Deməli, yazırıq ki, YF bərabərdir diagonalların kəsişmə nöqtəsindən keçən düz xətt. A üstə gəlinsin, daha doğrusu 2AB bölünsün, A üstə gəlinsin B. Yəni 2 vurulsun, 8 vurulsun, 20 bölünsün, 8 toplansın 20, yəni 28. Bunları 4-ə ixtisar eləyəndə burada qalır 2, burada qalır 7. 2-ni 2-yə vururuq 4, 4-ü 20-yə vururuq 80. 80 bölünsün 7. Bizə nəyə verəcək? 11 tam 7-də 3. Deməli, bu da oldu bizdə YF. 23-cü suala baxırıq. 23-cü sualda bizə deyir ki, deməli, tənlik verilib, kvadrat tənlik üçün cəmini istəyir. Əvvəlcə məxrəcləri sadələşdirək. X1, X2, daha doğrusu ortaq məxrəc eləyək. X1, X2. Bunun məxrəcini X2-yə vurduğuma görə sürətində vururam. Olacaq X2-nin kvadratı üstə gəlsin. Bunun məxrəcini X1-ə vurduğuma görə sürətində vururam. Olacaq X1-in kvadratı. Bərabərdir. Gəlin belə eləyək.
Viet teoreminə görə x1 toplansın x2 bizə verəcək mənfi b bölünsün a-nı. Yəni ki, mənfi 3 bölünsün. Bu müsbət 3-dürsə biz əksini götürürük. Mənfi 3 bölünsün 2, mənfi 1,5. x1 vurulsun x2 bizə verəcək. Mənfi 1 bölünsün 2, yəni c bölünsün. O da neçə eləyəcək? Mənfi 0,5. İndi baxırıq nəyə? Buraya yazırıq ki, x1 toplansın x2'nin kvadratı çıxılsın 2x1 x2 bölünsün x1 vurulsun x2 bərabərdir. x1 topla x2 mənfi 1,5'dir. Mənfi 1,5'in kvadratı 2,125 çıxılsın 2 vurulsun x1 x2 yəni mənfi 0,5 bölünsün x1 vur x2 x1 vur x2 də mənfi 0,5 idi. Bunları hesablayanda 2,25 deməli üstə gəlinsin 1 bölünsün 0,5. Yəni ki 3,25 bölünsün 0,5. 0,5'e 2'də 1'ə bölmək 2'yə vurmaq deməkdir. O da neçə eləyəcək? Deməli 6,5. Daha sonra keçirik 24-cü suala. Deyir n 4'dən kiçikdir. Bu şəkildə olan kəsirlərin cəmini tapın. 4'dən kiçikdirsə bir dəfə 3 verəcəyik. 24'də 3 verəndə 3 çıx 1 2 məxrəci yazdıq 3'də 2 3'də gəlsin bir dəfə 2 verəcəyik 2 çıx 1 1 məxrəci də n 2'dir. N-ə bir dəfə 3 verdim bir dəfə 2 verdim. 1 verəndə 1 çıx 1 0 eləyir. Avtomatik qiymət 0'a çevrilir. Ona görə bu qaldı kənarda. 3 ilə 2 ortaq məxrəci eləyirəm 6 bunu 2'yə vururuq bunu 3'ə vururuq. Onda sürətləridir 2'yə vururuq bunda 3'ə vururuq. 6'da 4 üstə gəlsin 6'da 3 eləcək 6'da 7 nə deməkdir 1,6'da 1. 25-ci sual deyir 3 ədədin cəmi 376'dır birinci ədəd 120'dir. Birinci ədəd 120'dir ikinci ədəd birinci ədəddən 30% çoxdur. Yəni 120'nin 30% çox deyirsə deməli bunun 130%-idir. Vururuq 130'a bölürük 100'ə və ya 120'nin 30%-ini tapırıq. 36 üstünə gəlirik 120'nin. Üstünə sonradan 36'ın gəlirik. Mən bu yolla hesabladım. 120 vurulsun 130 bölünsün 100. Bizə nə verəcək? 156. 120 üstə gəlsin 156. İkisinin cəmi eləyəcək 276. Deyir 3'ünün cəmi 376. 376'dan 276'ını çıxıram. Eləyəcək 100. Bizə deyir 3-cü ədədin 20%-ini tapın. 100'ün 20%-i 100 vur 20 bölünsün 100. Bu da eləyəcək neçə? Deməli 20'yə bərabərdir. Bu da sizin deməli ikinci sınavın ümumi izahı.